Salam əziz tələbələr, belə bir suala baxacağıq. 2022-ci il buraxılış imtahanında düşmüş funksiya sualıdır. Buraxılış ya da blok, mən burada buraxılış yazmışam. Ola bilər blok imtahanında düşüb bu sual. Orası biraz dəqiq deyil. Fərqi yoxdur. Buraxılışda da belə bir sual düşə bilər, blokda da düşə bilər. Deməli, bunu ilk öncə Paint redaktoruna keçirək. Aha. Və başlayaq. Deməli deyir ki, bu bərabərsizliyin həllər çoxluğu, belə bir bərabərsizlik verilib. Bunun deyir həllər çoxluğu -2, 4 aralığında yerləşir. -2, 4 aralığında yerləşirsə, yəni bunu bir kvadrat tənli hesab eləsək, x kvadratı plus bx plus c, bunu sıfıra bərabərləyib, bunu bir kvadrat tənli hesab edirik. Və bu tənliyin kökləri demək ki, -2 və -4 olacaq. Niyə görə? Çünki sıfırdan kiçik olduğu halda deyir bunun həllər çoxluğu -2, 4 aralığındadır. Yəni bax bu aralıqdadır. Yəni bu aralıqda tənliyin x-in qiymətləri bu aralıqda olanda bu ümumi tənlik sıfırdan kiçik qiymət alır. Yəni bu kvadrat tənliyin kökləri -2 və 4'dür ki, biz bu nöqtələri təyin edə bilirik. Və bu kvadrat tənlik də çevrilmiş kvadrat tənlikdir. Viet teoreminə əsasən deyə bilirik ki, çevrilmiş kvadrat tənlikdə kökləri cəmi, belə bir teorem var da, deməli, çevrilmiş kvadrat tənliyin kökləri cəmi əks işarə ilə götürülmüş ikinci əmsala, yəni x1 plus x2 bərabərdir. Burada ikinci əmsal b-dir, yəni x-in əmsalına. Və bu əks işarə ilə götürülmüş ikinci əmsala bərabərdir kökləri cəmi. Yəni x1 plus x2 bərabərdir -b-yə. Hasili isə sərbəst həddə bərabərdir. x1 olsun x2 isə c-yə bərabərdir. Bax, bu iki teoremlə bu iki düsturdan yola çıxacağıq. x1 plus x2. x1 -2 yerinə qoyuruq köklər. Dedik ki, -2 və 4 olmalıdır ki, bu bərabərsizlik bu aralıqda qiymətlər alsın. Yəni bu aralıqda ödənsin daha doğrusu. Demək ki, x1-ə -2, x2-yə 4 deyə bilərik. Bu zaman olur -2 plus 4 bərabərdir -b. Buradan -b bərabər olur -2-yə, deməli b bərabərdir -2. B-ni tapdıq, -2-dir. C-ni də tapsaq, yenə x1 vurulsun x2 hasili c-yə bərabər deyil. x1 -2 vurulsun x2 də -4 bərabərdir c-yə. -2-ni 4-ə vuranda -8, c bərabərdir -8-ə. Buradan da c-ni də tapdıq, -8-ə. Deməli, b -2-yə, c -8-ə bərabərdir. Gətiririk bu qiymətləri, burada verilən bu tənliyin yerinə yazırıq. Tənlikdə, yəni bu yerinə yazırıq bu qiymətləri. B-nin, C-nin qiymətlərini öz yerinə yazırıq. Y bərabərdir. X kvadratı, B-nin yerinə yazıram -2, yəni çıxılsın 2x, çıxılsın 8. Bu parabolanın təpə nöqtələrini tapmalıyıq. Artıq təpə nöqtələrini tapması əlimizdə düstur var, yəni bu artıq burası asan məsələdir. Deməli, nə edirik? Təpə nöqtələrini tapmaq üçün deməli, T, M, N təpə nöqtəsi bu cür işarələnir. Apsisi x-i, yəni M x-i əvəz eləyir, N də y-i. Təpə nöqtəsinin
koordinatları bu cür göstərilir. Buradan n bərabərdir, yəni x bərabərdir. Mənfi b bölünsün 2a. Mənfi b mənfi 2'dir. Mənfi 2 bölünsün 2 vurulsun a'daki 1'dir. Yəni mənfi 2 bölünsün 2. Bu mənfi ilə buradaki mənfi bir-birinə vurulur, olur müsbət, getdi 2'ni 2'ye böləndə 1. Yəni n bərabər 1 olur, yəni x bərabərdir 1. Təpə nöqtəsinin apsisi 1'dir. Ordinatı isə n-ə bərabərdir. N də bərabərdir. 4ac çıxılsın. B kvadratı bölünsün 4a'ya bərabərdir. Buradan 4 vurulsun a 1'dir. C mənfi 8'dir. 4 vurulsun mənfi 8. Çıxılsın B'nin kvadratı, yəni mənfi 2'nin kvadratı eləyəcək 4. Bölünsün 4. Vurulsun a'daki 1'dir. 4'ü 1'e vuranda 4 eləyir də onu yazmıram. 4'ü mənfi 8'e vuranda mənfi 32. Çıxılsın 4 bölünsün 4. Mənfi 32'də 4 çıxıldı. Mənfi 36. Onda 4'e böləndə mənfi 9. Yəni n bərabər oldu mənfi 9'a. Bu da o deməkdir ki, y-də, yəni ordinatda mənfi 9'a bərabərdir. Y-də bərabərdir mənfi 9'a. Yəni təpə nöqtəsinin koordinatları olur 1, t, 1, mənfi 9. Burada da D variantında göstərilib həmin koordinatlar. Sağ olun, növbəti suallarda görüşənədək.